Azərbaycan milli komandasının yeni legioneri Batraz Milzikov, Asetin boksçusu bu günlərdə Azərbaycan çempionu oldu ən ağır çəkidə və çox güman ki, milli komandanı gücləndirəcək. Bilirsiniz də son dünya çempionatında Sübhan Mamedov çempion oldu. Ən gənc Azərbaycanlı boksçu kimi tarixə düşdü. Onunla yanaşı legionerlərimiz Alfonso Dominguez və Səid Cəmşid Cəfərov bürünc medallar qazandı. İndi də yeni legioner Batraz gəlir. Niyə gəlir? Niyə Azərbaycan boksçularının səviyyəsi bu cürdür və gələcəkdə biz nəyə ümid edə bilərik? Bu sualları biz millinin baş məşqçisi Ravşan Xocayeva vermək istədik. Amma o çempionatda elə salam əleydən sonra bir kəlmə dedi ki, mən danışmaq istəmirəm. Belə aydın oldu ki, hansı jurnalist onun xətrini deyib, ona nəsə sual verib, o da sözünə söz verib ki, mən sizdən danışmayacağam Azərbaycan jurnalistləri ilə və əlavə elədi ki, mən nəticə verim, ondan sonra danışacağam. Dedim, axı Sübhan Mamedov Azərbaycan boksunun tarixində ən gənc dünya çempionu, 19 yaşında Azərbaycanlı, böyük uğurdur. Danışmağa mövzu var. Amma təkid etmədim, danışmaq istəmir, problem yoxdur. Tək ki, milli nəticə versin. Ancaq legionerlər biraz azalmaq əvəzinə artır. Bu nəsə heç xoşuma gəlmir, amma necə deyərlər, seçim federasiyandır. Ümid edək ki, medallarımızın sayı artacaq.